mənim özüm danışmadığım üçün, komada olduğum üçün mənim haqqımda informasiya olmayıb. Kimdir, adım nədir? Mənim boynumda dəmir jeton olub və orada mənim nömrəm olub. Hələ o ilk alo, necəsiz, təsəvvür edin, mənim deməyim, yəni necə deyim, yəni o evdəki o ağlayan bir xoşbəxtlikdir yəni. Ki artıq ədalət oradan danışır, bu sağdır. Yəni çox duyğu salanlardır. Ay Allah, nə olub? Mən artıq bilmirəm axı, yəni nə olub hələ. Evdə bir dənə təsəvvürlüyün ağlaşma düşür. Bir sakitləşdirmişəm, danışmışam. O andan artıq yəni ki, təsəvvürlüyün rahat olub da, yəni yoldaşımı özünə gətiriblər yəni. O andan etibarən. Ki, həqiqətən sağdır, mənə yalan demirlər. Mən Məmmədov Ədalət Ramazanoğlu, Xaçmaz rayonunda anadan olmuşam, 81-ci ildə. Orta təhsilimi də Xaçmaz rayonunda təhsil ocaqlarının birində başa vurmuşam. Orta təhsilimi tam olaraq başa vurduqdan sonra hərbi xidmətə çağırılmışam. Hərbi xidmət dövründə nümunəvi xidmət etdiyim üçün xüsusi təyinatlı qüvvələr kursuna dəvət olunmağımı istəmişəm və o nümayəndələr hansı ki var idi, onlardan xahiş etmişəm ki, mənə də o seçimə götürsünlər və Allahın izindən o seçimlərdən keçməyi bacarmışam. Çünki orada çox adam istəyə bilər, çox adamın arzusunda ola bilər. Sadəcə hərəmiz lazımıq vətənimizə, xalqımıza, amma başqa yerlərdə də lazımıq. Xüsusi təyinatlı qüvvələrə seçim biraz fiziki hazırlıq tələb eləyir. Daha yüksək fiziki hazırlıqlı olmalısan, daha yüksək nizam-intizamlı olmalısan. Və bu seçimlərdən keçməyi bacarmışam, kursa qatılmışam, xüsusi təyinatlı qüvvələr kursuna. Müvəffəqiyyətlə kursu başa vurub, xüsusi təyinatlı qüvvələrdə sonraki xidmətimi davam etdirmişəm. 22 illik ümumi xidmətim var. Bunun çox böyük hissəsi xüsusi təyinatlı qüvvələrdədir. Çünki mən 10 ay əskəri xidmət dövrüm var idi ki, artıq xüsusi təyinatlı qüvvələrə gəldim və orada xidmətimi davam elətdirdim. Xüsusi təyinatlı qüvvələr vicdanla hazırlığını hər zaman davam elətdirib, döyüş hazırlığına yüksəldib, təlim meydanlarında tər töküb ki, döyüş meydanında düşmənin qanını töksün və buna da nail olub hər zaman, nəinki bu 44 günlük müharibədə, hələ bundan qabaqda artıq düşmən əskərinin anası hətta bizi yuxuda görürdü. Nəinki onun bizim torpaqlarda olan əskərləri, səngərdə olan əskərləri bir heyvan kölgəsi görəndə artıq deyirdi ki, vay, xüsusi təyinatlı gəldi, komandirinin qucağına qaçırdı. Çünki oralar bizim torpaqlarımızdır, Mircavidan qardaş. Biz o torpaqlarda rahat gəzirdik, biz kimdənsə torpaq istəmirik. Necə ki, əksinə bizim torpaqlarımızı hələ tarixən işğala məruz qoyublar, mənfur düşmən qonşularımız. İndi də bu erməni kim idi ki, bizə düşman olsun? Hansı şərəfin yiyəsi idi ki, bizə düşman olsun? Öz havadarlarının sayəsində hazırlaşaraq, bunu xalqımız gözəl bilir və anidən öz mənfur sifətlərini göstərərək bizim torpaqlarımızı işğal elədilər və biz işğala baxmayaraq rəhmətli ümumilli liderimiz Cənab Heydər Əliyev sülh müqaviləsi hansı ki imzalamışdı, ona sadiq yenə də qalaraq düşmən tərəfdən torpaqlarımızın rəhbərlik səviyyəsində qaytarılmasını sülh yolu ilə tələb etdik və bunu gözlədik. Hələ biz
Baxmayaraq ki, əzilən biz, baxmayaraq ki, işğala məruz qalan biz gözlədik, lakin hazırlaşaraq gözlədik, düşmənin qanına susayaraq gözlədik. Bu zəfər gününü dişimizi sıxaraq gözlədik. Allaha şükürlər olsun, biz bu qələbəyə nail olduq. Öz torpaqlarımızdan bu bitbirəni, bu sirkəni təmizlədik və əzəli, əbədi torpağımız olan, ata-baba yurdumuz olan halal torpağımıza qovuşduq və inşallah indən belə də o əziz torpaqlarımız bizim olacaq. Bizim üçün ölmək yox, şəhid olmaq var, amma onlar üçün ölmək var, onlar üçün itki var. Nə üçün vuruşurlar? Başqasının torpağı üçünmü? Onu o erməni dığaları çox gözəl bilirdilər. Və iki ağıllı erməni biz xüsusi təyinatlı olaraq tanıyırıq. İki yaxşı erməni. Bir ağıllı erməni, bir də yaxşı erməni. Yaxşı erməni o idi ki, bizim ayağımızın altında onların leşləri qalmışdı. Yaxşı, gözəl ermənilər. Ölü ermənidir çünki. Yaxşı erməni ölmüş ermənidir. Və ağıllı erməni o idi ki, vay dədə Türk oğlu Türk gəldi deyib, hər şeyini atıb, namusu, qeyrəti belə olsaydı orada, anası, bacısı belə orada olsaydı, atıb qaçırdı. Və biz onları görürdük, necə qaçırdı. Və o bu günün gələcəyini gözəl bilirdilər onlar. Və necə ki onlar danışırlar ki, mən buna güllə atıram, bu yatır, qalxır yenə üstümə gəlir. Bu nədir? Robotdur bu, Terminatordur bu. Xeyr, bu torpağı üçün gəlmiş Azərbaycan oğludur. Torpağını geri istəyən, işğal edən yox, nankör yox. Əksinə, yenə də hələ sülhə sadiq qalmış. Və illərlə yatmamış, hazırlaşmış və bugün öz torpağı üçün irəliləyən, güllənin üstünə sinə gərən, mərmi yağışının üstünə. Mən hələ onların odlu silahından, avtomatlarından çıxan güllələri demirəm, bizim yanımızdan necə keçirdi. Bir var insanın başının üstündən keçən güllə. Biz, yəni, o başımızın üstündən o qədər güllə hələ təlim vaxtı. Biz boşu-boşuna, yəni ki, elə belə, yəni ki, sakit səs altında biz təlimlər keçməmişik. Bizim başımızın üstündən güllə səsləri əksik olmuyor. Və müharibədə çox gözəl bilirdi ki, bu güllə bizim başımızın üstündən keçmir. Bu güllə bizim yanımızdan keçir. O səslərə artıq biz alışmışdıq. Bizim başımızın üstündə çox güllə atmışdı bizə öyrədən müəllim heyətləri, təlimatçılarımız, komandirlərimiz. Bizim üçün boş şeydi o başımızın üstündən güllə keçmək. Nə edik? Artıq bu güllələr bizim yanımızdan keçirdi. Hələ bu güllələr bir yana qalsın, mərmi yağışından sizə danışım. Onlar bu günü gözəl bildiyi üçün, bizim zəfərə doğru gedəcəyimiz günü gözəl bildiyi üçün artilleriyaya üstünlük vermişdi və illərlə artilleriya hazırlığı keçərək yenə də bizim digər düşmənlərimizdən artilleriya mərmisini pulsuz alaraq bizim başımıza yağdırmağa çalışırdılar. Amma bizim qorxumuz yoxdur. Biz həm türkük, biz tarixən at belində doğulmuş xalqıq, at belində döyüşlərə, zəfərlərə getmiş xalqıq, nə bilim, döyüş meydanında yaşamış xalqıq biz. Biz türk oğlu türkük. Sən kimə gəlib torpaq iddiası irəli sürürsən? Onsuz da mənim torpağımda sən hökumət qurmuşsan, səni gətirib mənim torpağımda yerləşdiriblər. Mənim tarixi Zəngəzurumda, İrəvanımda, Göycəmdə səni torpaq veriblər. Biz hələ onlara inşallah dönəcəyik. Allah Taala xalqımıza kömək olsun. Baxmayaraq ki, mərmi başımıza yağırdı, güllələr bizim ətrafımızdan keçirdi və yanımızda əziz qardaşlarımız şəhid olurdu, qazi olurdu. Necə ki, bugün də mən qaziyəm, döyüşlərdə yaralanmışam. Hər bir damla qanım böyük Azərbaycan xalqına qurban olsun. İndən belə də xalqım uğrunda istənilən zəfər yolunda döyüşə hazıram və qürurluyam ki,
fəxr edirəm ki, mənə nəsib oldu, Allah Teala o günü mənə nəsib elədi ki, mən Qarabağ uğrunda, torpaqlarımız uğrunda gedən döyüşlərdə iştirak elədim və bu zəfəri öz gözlərimlə gördüm. Mən bir anı da vurğulamaq istəyirəm ki, döyüşçü qardaşlarımın döyüşə olan həvəsi, ruh yüksəkliyi o qədər güclü idi ki, yəni ancaq irəli nə deməkdir? Təminatımız maşallah olsun, hər tərəfli, silah sursat onsuz da yüksək səviyyədə, qida da zamanında gəlirdi, bizim heç bir problemimiz yox idi. Yaralılarımız olurdu, ona ilk tibbi yardım göstərirdik və lazım idi ki, biz o yaralını təxliyə edək, geri çıxardaq. Təsəvvür eləyin, adam silahını tutur qucağında və bağırır ki, yox, yox, mən getməyəcəm. Və çapalayır, tutaq ki, biz ona sarğı qoymuşuq ki, olmaz ona çapalamaq. Ayağın əksinə vurur, dağıdır ki, ayağından məsələn yaralanıb ki, mən getməyəcəm. Mən ya burada öləcəm, şəhid olacam, ya sizinlə irəli gedəcəm. Biz deyirik ki, ha qardaş, səni biz necə aparaq, sən fakt bax, dur gəl yaxşı. Amma adam ağlayır, özün dağıdır və nə qədər məyus olur ki, niyə daxı, bax, niyə mən indi yaralandım? Niyə mən sizinlə gedə bilmirəm də? Nə zülümlə biz, neçə qardaşlarımızı, nə zülümlə, nə çətinliklə döyüş meydanından hələ yaralı qardaşlarımızı təxliyə eləmişik. Ki, narahat olmadı, get, həkim sənə baxsın, gəl də, narahat olma, gəl. Komandir ona söz verirdi ki, mən sənə icazə verirəm, narahat olma. Get, özü həkimə göstər, gəl. Hesabla ki, hospitala müayinəyə gedirsən. Heylənlə razı salıb göndərirdik və əlbəttə ki, həkim demişkən, həkimlər barədə istəyirəm danışım. Müharibə adını artıq, əks-hücum əmrini artıq eşidən Azərbaycanın neçə-neçə mərd oğul və qız həkimləri səfərbər olaraq cəbhəyə, qızğın döyüş bölgələrinə yola düşmüşdü və orada olan tibb ocaqlarında neçə-neçə hərbiçi qardaşlarımıza bugünkü gün, hansı ki mənim özüm belə qazi olmağımın, əvvəlallah, göydə Allah, yerdə həkimlərimizin sayəsində şəhid yox, qazi olmağımızın səbəbi o həkimlərdir. Allah onların hamısına can sağlığı versin, kömək olsun. Çox minnətdaram şəxsim adımdan, digər qazi qardaşlarımın adından ki, onlar çox fədakarlıq elədilər. Nə gecə, nə gündüz bildilər və canımıza can qatdılar, gözümüzə nur verdilər. Bizi həyata qaytardılar və neçə-neçə hələ yaralı qardaşlarımız, bayaq onu vurğulamaq istəyirdim ki, cəbhəyə, həkimlərlə də orada yenə də belə deyək ki, mübahisə edərək ki, xeyr, mən daha geriyə buradan, çünki bilavasitə cəbhədən aralıda o həkimlər fəaliyyət göstərirdilər və oradan da xəstələr yenə də təxliyə olurdu geri hospitallara, müalicə ocaqlarına, ağırlığına görə. Və o qardaşların neçə-neçəsi həkimlərlə mübahisə edərək ki, mənim ağrı kəsicimi vur, mənim sarğımı qoy və mən cəbhəyə gedirəm. Və bir də könüb geriyə baxmışıq ki, təminat əvəzinə yenə yaralı qardaşımız əlində silahına gəlib. Abala, sən niyə gəldin? Olmazdı ki, 1-2 gün heç olmasa qalasan. Yox, nə 1-2 gün. Axşam göndərmişik, artıq səhər yanımızdadır. Neçə-neçə deyirəm yenə ki, yox, bu bir şansdır, bu bir fürsətdir. Mən bu, belə deyək, bizim gözümüzdə bu əyləncəni necə qoyub gedə bilərəm? Biz ruh yüksəkliyi tapırdıq. Biz artıq qisas alan insan necə o sevincdən qaça bilər? Hansı qisasdan danışım? 18-ci il qırğınlarının qisasından mı danışım? 20 yanvar qisasından mı danışım? Xocalı qisasından mı danışım? Hansı qisasımızdan danışım? 1-ci Qarabağ müharibisi qisasından mı danışım? Axı bu düşmən bizi tarixən bizi əzməyə çalışıb, qırmağa çalışıb. Axı bu doğulan uşağının qulağına Allahu Əkbər qışqırmır, kəlmə-i şəhadət qışqırmır. Biz müsəlman oğlu kimi. Türk sənin düşmənindir, qanın iç qışqırır. Niyə?
Çünki bu dövlət, bu erməni hökuməti Azərbaycan və Türkiyənin əleyhinə yaradılmış bir ölkədir. Bizim düşmənimizdir bu. Və olduqca da, qaldıqca da güya ki, öz ağıllarıyla qalsa, bizə düşmən olacaqlar. Xeyr. Deməli, ağır gedən döyüşlər zamanı bunu vurğulayayım ki, ağır gedən döyüşlər bizim üçün yox, düşmən üçün ağır gedən döyüşlər zamanı digər qazi qardaşlarım kimi mən də ağır yaralandım. Düşmən necə ki xisləti, hiləgər xisləti var, döyüşlər zamanı da o xislətindən istifadə edirdi və anidən bir də görürdük ki, mərmi yağışı gəlirdi gözləmədiyimiz anda və həmin mərmi yağışı zamanı mən də yaralanmışam, ağır kəllə beyin travması almışam. Başımın sağ nahiyəsindən qəlpə dəyib, mərmi qəlpəsi və o andan mənim yaddaşım pozulub, heç nə yadıma gəlmir və yoldaşlarımın, döyüşçü yoldaşlarımın sonradan məni ziyarət edən zaman mənə danışdıqlarına görə təxliyə olunmuşam, oradaca mənə ilk tibbi yardım göstərilib, təxliyə olunmuşam və bayaq vurğuladığım kimi könüllü həkim briqadası. Bu hadisə, üzr istəyirəm, təxmini hansı ərazidə olub? Füzuli istiqamətində. Füzulidə yerləşən o həkim briqadası məni qarşılayıb və o könüllü dediyim həkimlərdən biri də gözəl insan, həkim, neyrocərrah Şamil doktor olub. O məni oradaca cərrahı əməliyyat edərək mənim sağ qalmama səbəb olub və oradan da mən komada olmuşam, artıq komaya düşmüşəm, ayılmamışam. Oradan da digər səhiyyə ocaqlarına təxliyə olunmuşam və bir ay müddətində komada olmuşam və komada olduğum üçün mənim haqqımda informasiya həkimlərdə olmadığı üçün məni yoldaşlar təxliyədən sonra artıq axtarmağa başlayıblar. Evdə də mənim əlaqəm kəsildiyim üçün evdən də narahat olublar və məni axtarıblar. Yenə deyirəm, mənim özüm danışmadığım üçün, komada olduğum üçün mənim haqqımda informasiya olmayıb, kimdir, adım nədir. Mənim boynumda dəmir jeton olub və orada mənim nömrəm olub. O nömrələ qeydiyyatda olmuşam, o nömrələ yazılmışam. Bir var yazılsın xəstə, yaralı Məmmədov Ədalət Ramazanoğlu. Gəliblər, deyiblər ki, tutaq ki, Şamil doktorun özünə Məmmədov Ədalət Ramazanoğlu adında xəstə olub. O deyib ki, yox, bilmirəm. Sonradan artıq axtara. Çünki o da məni təxliyə edib axı. Biliblər ki, nömrələ getmişəm və mən danışmamışam, eləməmişəm və artıq mənim nömrəmi komandirlərimdən alaraq nömrəmlə axtarmağa başlayıblar və Şamil doktor deyib ki, bəli, belə bir nömrəli, hətta xəstə tarixçəsinə belə bir nömrə yazmışıq. Belə bir xəstə olub, biz onu buradan göndərmişik, amma bilmirik hara gedib. Biz bunu göndərmişik daha yüksək tibbi müalicəsi üçün. Təsəvvür edin, qismətdən mən yenə də artıq Bakıya göndəriləndə, yenə də neyrocərrahiyyə xəstəxanasına, Bakı neyrocərrahiyyə xəstəxanasına gəlmişəm. Sən demə, Şamil doktor, çox gözəl cərrah, neyrocərrah, o xəstəxanada fəaliyyət göstərir və onun yenə də xəstəsi olmuşam. O məni əməliyyat edib. Ümumilikdə 4 dəfə əməliyyat olmuşam Azərbaycanda. Bunların hamısını o edib. Allah üzr ona razı istəyirəm. olsun. Sonra necə olub? Sizi evdəkilər gəlib tapıb? Nə qədər müddət keçib? Necə olub? Mən hələ ayılmamış artıq tapıblar, yoldaşların köməkliyi ilə. Mən ayılanda artıq onlar bilirdi ki, mən Əhmədlidəyəm. Mən sonradan ayılanda, mən hələ biraz özümə gəlincə başımın üstündə Şamil doktorun durduğunu görmüşəm. Yəqin ki, müəyyən hərəkətlər zamanı intensiv terapiya palatası var orada. Orada
belə deyək ki, reanimasiya kimidir. Daha yoğun baxım deyirlər bizim türk qardaşlarımız. Daha diqqət tələb olunan xəstələrə orada tibb bacıları başının üstündə olur. Görüblər yəqin ki, mən onu bilmirəm, hələ ayılmamışam ki, artıq məndə hərəkətlər var. Şamil doktoru çağırıblar, Şamil doktor daim orada olur. Və o artıq kestirib başımın üstünü ayılmışam. Yenə də ilk mən Şamil doktoru görmüşəm. Və o mənlə söhbət eləməyə başlayıb. O özü gözəl bir artıq mənim zehnimi yoxlamaq üçün. Onlar indi mənim yadımdadır. Adın nədir? Necəsən? Özünü necə hiss edirsən? Nə olub sənə? Sən kimsən? Ailəlisənmi? Uşaqların varmı? Bir bunları sadalamışam. Bəli, ailəliyəm. Yoldaşımın adı nədir? Mənim artıq həyat yoldaşımın adın tibb bacıları. Allah onlardan da razı olsun. Çox razıyam. Orada zarafat deyil, mənim bir uşaq kimi ağzıma belə yemək yedizdiriblər. Mən necə şikayət edə bilərəm? Çünki mən hələ ilk günlərdə yenə də ağır yataq xəstəsi olmuşam. Əlimi, ayağımı güclə tərpətmişəm. Mənə diqqət lazım olub. Onlar baxıblar. Siz orada nəyi xatırlamırsınız? Keçmişi xatırlayırsınız? Biraz keçmişi xatırlayıram. O döyüşlərdə iştirakım, fəaliyyətlər. Amma sırf yaralandığım günün 2 gün sonrası, əvvəli mənim yadımda deyil. Nə olub, necə olub, nə düşdü, partladı, nə oldu? Bunu qardaşlar gözəl bilirlər. Hətta mənə deyirlər, ay ədalət yadında deyil, filan kəslə sən söhbətlərdin, sonra aralaşdıq, partladı, hamımız uzandıq, səni sonra tapa bilmədik, sən yadında deyirəm ki, yox. Artıq mən yaralanan andan hər şey silinib. Məni hətta ədalət də belə şəhid oldu deyib maşına qoyub göndəriblər. Təsəvvürləyin, düzdür, bağlayıblar, eləyiblər. Artıq mən, yəni ki, belə deyək də, o anda artıq sən demə komada olmuşam. Ədalət də belə getdi deyib, belə şəhid oldu deyib maşına qoyublar. Amma tam mənim o həkim ocağından, tibb ocağından ki, şəhid oldu, sorağım gəlməmiş, şəhid də deyib adımı verməyiblər, gözləyiblər komandirlərim. O cür ağır yaralanmışam. 4 dəfə əməliyyat keçirmişəm başımdan. Və Şamil doktorla bayaq gözəl insanla söhbətimə qayıtmaq istəyirəm. Bu sualları verdikcə, bəli, mən sual verdikcə də, çünki o özü öz gözəl elminlə, təcrübəsindən gözəl bilir ki, mənim zehnimi yoxlamaq üçün nə demək lazımdır ki, mənim yadımda kimlər qalıb, nə olub, o soruşur. Və şükür Allaha, mənim müəyyən tarixi, o məsələlər yadımdan çıxsa da, mənim doğmalarım yadımdan çıxmayıb, mənim dostlarım, silahdaşlarım yadımdan çıxmayıb, yaddaşımdan silinməyib. Və orada sən demə, tibb bacılarından biri məni videoya da çəkib, müəyyən bir qism, onu həyat yoldaşıma da atıblar ki, yəni ki, baxın, orada siz necə danışmışam, indiki kimi yox. Biraz belə yuxulu kimi, halsız kimi belə danışmışam. Hətta Şamil doktor həyat yoldaşımın adını da belə soruşduqca, çox istəyirsənmi uşaqlarını, uşaqlarımın da adını soruşub, məktəbə gedirlərmi, onları çox demişəm, bəli, onları çox istəyirəm, dünyalar qədər istəyirəm onları, belə vurğulamışam. Oradan artıq o özünə görə çox minnətdarım, yenə edirəm Şamil doktora, bilib və müalicəmi davam elətdirmişəm. Daha sonra mənim başımın bu hissəsi çökək olub, sümüklər dağılıb, oradan çıxardıblar deyənə. Ora bir müəyyən material yerləşdirilməsi üçün mən Türkiyəyə göndərilmişəm. Dövlətimiz tərəfindən, Yaşad fondu tərəfindən qarşılanıb mənim ehtiyaclarım. Orada gedib əməliyyat olub gəlmişəm, qardaş ölkədə. Və yenidən bura qayıtdıqdan sonra yenə burada Şamil doktor məni bir dəfə əməliyyat eləyib. Necə ki, indi də mənim müalicəm ev şəraitində davam olunur. Mənim, üzr istəyirəm, həyat yoldaşım zəhməti böyükdür üzərimdə. Onun yuxusuz gecələri mənim üzərimdə çox olub. Çünki mənə nəzarət lazım olub, dərmanlarım olub, mənə birbaşa, yəni ki, nəzarət lazım olub. Mənim həyat yoldaşımın dəstəyini çox hiss eləmişəm arxamda. Evdə məni axtarılan dövrdə
çox pis psixoloji anlar yaşayıblar. Həyat yoldaşım, uşaqlarım, baxmayaraq ki, uşaqlar elə körpədilər, balacadılar. Çox psixoloji pis, yəni ki, sıxıntılar keçiriblər. Allaha şükürlər olsun ki, mənim bir neçə döyüşçü qardaşlarım var ki, onlara şəhid oldu soraqları evlərinə gedib. Və hətta bir qardaşım var ki, döyüşçü qardaşım var ki, artıq sabaha, yəni ki, birazdan və yaxud da cənazəsini gətiririk deyiblər. Amma adam döyüşdədir, döyüşür. Səhvən olur belə şeylər. Müəyyən anlaşılmazlıqlar nəticəsində evlərində təsəvvürlüyünə artıq yas düşüb ki, oğlumuz şəhid olub. Amma buna baxmayaraq, şükürlər olsun Allaha, onlar sağdılar. İndi də xidmətdə olanları var, təsəvvür eləyin. Amma şəhid oldu soraqları gedənlər olur. Allaha şükürlər olsun, yəni ki, onlar baxmayaraq bu xəbərə. Nə yaxşı ki də mənim o sorağım evə getməyib, o sıxıntı, psixoloji sıxıntıdan bəlkə də yəni, daha ağır fəsadlar ola bilərdi. Sadəcə xəbər yoxdur deyə... Sadəcə axtarılır, bu tapılsın yəni. Şəhid mi olub, yaralıdır mı, bir dənə sadəcə soraq gəlsin. Mən də ayılmağıyla, özümə gəlməyinlə onsuz da dərhal aramışam. Hələ o ilk alo, necəsiz, təsəvvür edin, mənim deməyim, yəni necə deyim, yəni o evdəki o ağlayan bir xoşbəxtlikdir yəni. Ki artıq ədalət oradan danışır, bu sağdır. Yəni bir çox duyğu salanlardır. Ay Allah, nə olub? Mən artıq bilmirəm axı, yəni nə olub hələ. Evdə bir dənə təsəvvürlüyün ağlaşma düşür. Bir sakitləşdirmişəm, danışmışam. O andan artıq yəni ki, təsəvvürlüyün rahat olub da, yəni yoldaşımı özünə gətiriblər yəni. O andan etibarən. Ki, həqiqətən sağdır, mənə yalan demirlər. Artıq mən onunla danışdım. Yəni, ilk fürsətdə yəni aramışam. Ayılmaqla özümə gəlməyinə ki, mən danışmalıyam yoldaşımla. Yəni, bu belə. Ondan sonra artıq onlar mənə yəni ki, səsimi eşitməmiş qala bilmərdilər. İndi də maraqlanırlar, gəlib çatan kimi zəng elədilər ki, rahat çatdınız. Mənlə daim yəni ki, illa ki, məni kimsəsiz qoymaq olmaz. Məni elə bir ki, yanımda adam olmalıdır. Məcburiyyətdən mən taksi ilə gəldiyim üçün birbaşa bu ünvana, taksi ilə gəldiyim üçün məni yəni ki, rahat göndərdilər. Amma baxmayaraq yenə yolda belə, çatandan sonra belə mənlə əlaqə saxlayırlar. İndi yenə əlaqə saxlayacaqlar. Ki, mən necəyəm, vəziyyətim necədir, normaldırmı? Və söz vermişəm ki, birbaşa taksi ilə də qayıdacam. Ünvandan ünvana, birbaşa. Daha yolla, hardansa hara belə yox. Mən onu gördüm, hiss elədim. Sizlə maraqlanırlar. Siz də çox səliqəli şəkildə, diqqətlə, çatmışam, narahat olma. Bəli, yenə zəng elə, tək rahat olsunlar ki, yenə haçan istəsən, hər dəfə deyirəm. Hər dəfə deyirəm ki, haçan narahatsan, zəng elə. Məndə o xüsusiyyət yoxdur ki, sən necə yəni, sən arvadsan, otur yerində, zəng. Mən işdə belə olanda, müharibədən qabaq belə olanda, ay toydayam, ay dostlarımlayam, dəxlisi yoxdur. Hər dəfə demişəm ki, narahatsan, zəng elə. Yenə narahatsan, yenə zəng elə. Əksinə mən xoşbəxtəm ki, mən həyat yoldaşım tərəfindən axtarılıram, narahat oluram, narahat olunuram. Həyat yoldaşım tərəfindən, əksinə mən xoşbəxtəm. Bəlkə də insanlar var ki, özləri bunu hiss eləmirlər, həyat yoldaşları axtarmır, soramır. Bir dənə gəlişin gözləyirlər və salam ki, gəldi. Amma mənim üçün yoldaşım hər zaman narahat olub, hər zaman da üzünə telefonum, səsim açıq olub. Harada oluramsa olum, nə dəxlisi var? Mənim birinci həyat yoldaşımdır, ailəmdir, mənim üçün narahat olur, zənglir, bəli, narahat olma, gələcəm, hər şey yaxşıdır. Bunu deməklə nə olur? Mənim üzüyümün qaşı düşür. Mən bunları həmişə yəni ki, nəzarətləmişəm, diqqətdə saxlamışım. Problem yoxdur. İndi nə edirsiniz boş vaxtlarınızda? Uşaqlarla gəzirsiniz, hara gedirsiniz? Çox belə uzaq məsafəli gəzmək olmaz mənə. Həyətdə düşürəm, gəzirəm övladlarımla. Yəni, yaxın məsafədə, evin önündə gəzirəm, eləyirəm. Müəyyən verilişləri izləyirəm.
televiziyada, internetdə. Müalicə davam olunur, dərmanlarımı içirəm. Ancaq yəni ki, hələ ki müalicəm davam olunur. Bundan sonraki planlarınız nədir? Nə eləmək istəyirsiniz? İndən sonra planlarım ailəmə daha çox vaxt ayırmaq istəyirəm. Övladlarımın təhsilinə məşğul olmaq istəyirəm ki, istəyirəm yaxşı ali təhsil alsınlar inşallah. Daha çox bu yöndə ailəmə daha çox vaxt ayırmaq istəyirəm.